İnsan ruhunun da dili var. Enerji hem ötürülür, hem qəbul olunur. Ürək ürəyi tanıyır. Bunu ilmi dildə də izah edirlər. Yəni, ən gözəli əlbəttə ki, hiss olunandır. İnsanların enerjisi müxtəlifdir. Birinin gəlişi otağı işıqlandırar, digərinin kölgəsi isə içinizi üşüdər. Bəzən bir adam elə içəri daxil olur ki, onun soyuqluğu sanki havanı belə ağırlaşdırır. Danışırsan, gülümsəyirsən, ürəyini açırsan, amma o heç isinmir. Onun yanında insan öz nurunu da itirir. Bir də elə insanlar var ki, gəlişi evə nəfəs gətirir. Səsi, sözü, baxışı, oturuşu, hamısı sanki həyat verir. Onlar girdiyi yerdə ürəklər açılır, çöhrələr gülür, hamı özünü yüngülləşmiş hiss edir. Çünki insanın özü ilə gətirdiyi enerji onun sözündən də möhkəm olur. Mən həmişə istəyirəm ki, gənclər, uşaqlarım, nəvələrim və yolundan keçən bütün gənclər öz enerjilərini boş şeylərə sərf etməsinlər. Həyatdakı ən dəyərli sərvət ruhun işığıdır. Onu yanlış insanların yanında söndürməyə dəyməz. Özünüzə elə adamlar seçin ki, yanlarında böyüyəsiniz, nəfəs alasınız, güc alasınız. Elə insanlarla oturub durun ki, sizə sevinç, müdriklük, yaxşılıq gətirsinlər. Çünki insanın ürəyi yanındakilərin enerjisinə bənzər. Unutmayın. Sizi yoran adamdan bir addım uzaqlaşmaq, özünüzə bir addım yaxınlaşmaqdır. Sizi işıqlandıran insanla birlikdə olmaq, yolunuzu aydınlaşdırmaqdır.